Qasım bəy, 9 aprel 2002-ci ildə Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə mindi. Bu qanuna əsasən gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkilati hüquqi əsaslarını müəyyən olunur və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda həm də nəzərdə tutulan bəndlərdən biri gənclərin vəziyyətinin təhlil və problemlərinin həlli, həmçinin elmi araşdırmaların təşkilidir. Həmçinin Azərbaycan gənclərinin beynəlxalq tələbələrlə yəni əlaqələri, onların münasibətləri və qarşılıqlı əlaqələrin inkişafına təkan verən şəraitin yaradılmasıdır. Bu baxımdan bu qanun gənclərə hansı imkanları yaradır və şəxsən siz özünüz, yəni bu qanunun hansı bəndlərindən istifadə edə bilmisiniz? Əvvəla dəvətinizə görə dərin təşəkkürlərimi bildirmək istərdim. Qeyd etdiyiniz kimi gənclər siyasəti təkcə bu yaxın tariximizdə deyil, Ulu Öndər Heydər Əliyevin Azərbaycana təkrar qayıdışından sonra daim dövlətimizin əsas prioritet məsələlərindən biri olmuşdur. Və bunun da nəticəsidir ki, hətta 90-cı illərdən başlayaraq artıq Azərbaycan gəncləri xaricə təhsil proqramı çərçivəsində dünyanın bir sıra nüfuzlu ölkələrində təhsil ocaqlarına üz tutmuş. Təbii ki, onlardan bir qismi ölkəyə qayıtmış, bir qismi isə xaricdə yaşayaraq, orada müxtəlif sahələrdə çalışaraq ölkəmizi diaspora quruculuğu sayəsində təmsil etmişdirlər və bu qeyd etdiyiniz tarixdən başlayaraq gənclər siyasətinin müəyyən olunması təbii ki, Azərbaycan gənclərinin müvafiq dövlət orqanlarında, elm və təhsil ocaqlarında da artıq təmsil olunmasını göstərməkdədir. Və bu siyasətin davamlı hal alması artıq bugün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu sayədə müvafiq olaraq İdman və Gənclər Nazirliyinin yaradılması, Elm və Gənclər Fondunun təşkil olunması və eyni zamanda bölgələrimizdə də Gənclər Mərkəzinin yaradılması Azərbaycan gənclərinə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğını göstərir. Və elm sahəsinə gəlincə, təbii ki, digər sahələrlə müqayisədə bir qədər elm sahəsində təəssüf ki, biz Azərbaycan gənclərinin o qədər də təmsil olunmasını yüksək səviyyədə görə bilmirik. İndi bunun da müəyyən səbəbləri ola bilər. Yəni, bu tək Azərbaycanla əlaqədar bir məsələ deyil. Dünyada ümumiyyətlə ənənə belədir ki, elm sahəsinə az sayda gənclər üstünlük verir və bu sahədə tədqiqatlar aparır. Çünki elm elə bir sahədir ki, təkcə qısa bir dönəmi deyil, bütöv ömrünü ora həsr edirsən. Bu səbəbdən də bu sahənin də özünə görə çətinlikləri və s. ola bilər. Bu səbəbdən Azərbaycan gəncləri daha çox son illərdə xüsusilə dövlət idarəetməsində özünü daha çox göstərməkdədir və artıq belə deyim, yeni nəsil xaricdə təhsil alıb uğurla geri qayıdan tələbələrimiz də artıq dövlət orqanlarında təmsil olunmaqda və dövlətimizə xidmət göstərməkdədir. Bu baxımdan ümumi olaraq mən dövlətimizin həyata keçirdiyi gənclər siyasətini yüksək qiymətləndirirəm. Belə bir fikir söylənilir ki, son zamanlar gənclərin elmə həvəsi azalıb, gənclər elmdən uzaq düşüb. Siz bu fikirlə razısınızmı və bunun səbəbləri? Belə deyim, qismən razı olmaq olar, amma tamamilə deyək ki, elm sahəsindən gənclərimiz uzaqlaşıb, bu fikirlə də razı olmaq doğru yanaşma olmazdır. Mən az öncə də qeyd etdim, bütün dünyada bu ənənə halını alıbdır. Elm sahəsinə az sayda gənclər üstünlük verir və bütöv ömürlərini ora həsr edirlər. Burada belə deyim, yan təsirlər də ola bilər. Birinci növbədə belə deyim, digər dünyanın nüfuzlu universitetləri ilə müqayisədə Azərbaycanda elm sahəsində mövcud olan bariyerlər nisbətən gənclərin elmə maraq göstərməsinə, belə deyim, az maraq göstərməsinə səbəb olur. Məsələn, müdafiə prosesi deyək, artıq dünya universitetlərində, mən özüm də qeyd edim ki, magistr pilləsində İtaliyada təhsil almışam. Və oradakı təhsillə Azərbaycandakı təhsili müqayisə etdikdə onlar Bologna sistemini tam şəkildə tətbiq ediblər, bu özünü doğruldur. Biz Bologna sisteminə qəbul etdik, bu pilləyə keçdik. Ancaq doktorantura səviyyəsində, doktorantura elə bir mərhələdir ki, yəni buradan artıq sən həyatını, gələcək karyeranı müəyyən edirsən. İdarə etmədən mi çalışacaqsan, yoxsa elm sahəsinə mi həsr edəcəksən ömrünü? Və doktoranturada mövcud olan maneələr də nisbətən gənclərin bu sahəyə, elmə az maraq göstərməsinə səbəb olur ki, bunlardan da birincisi qeyd etdiyim kimi texniki məsələlərdir. Məsələn, müdafiə mərhələsi xaricdə belədir. Tələbə, doktorant, namizəd müvafiq olaraq bir işi götürür, tədrisini başa vurur, tədqiqatını aparır. Tədqiqatını bitirdikdən sonra elmi rəhbərinin və digər iki rəisin rəyini almaqla, təbii ki, bunlar müsbət olmalıdır. Rəyini almaqla artıq müdafiənin yekun mərhələsinə qədəm qoyur. Bizdə isə, yəni düşünün,
şöbə müzakirəsi, ilkin müzakirə, elmi seminar və yekununda müdafiə. Bunlar hamısı bir-birinin təkrarı davamıdır. Və bu mərhələlər də kifayət qədər zaman alır. Və bu zaman da belə deyim də, yəni ortada bir neçə il, hətta olub ki, bəzən namizədlərdə 3 il tədris müddətini başa vurub, 3 ildən daha çox zamanını isə müdafiəyə ayırıbdır. Yəni bu belə deyim, süni maneələr gənclərin marağını azaldır elm sahəsinə. Təbii ki, digər məsələ də maddi imkanlar ola bilər. Nisbətən indi gəlin bunu biz etiraf etməliyik. Maddi imkanlar digər sahələrlə müqayisədə elm sahəsində nisbətən özünü aşağı səviyyədə göstərir. Amma bu o demək deyil ki, Azərbaycan gəncləri elmdən uzaqlaşır. Yəni mən özüm də təmsil etdiyim Şərqşünaslıq İnstitutunda son illərdə xüsusilə də, hətta pandemiyadan sonra daha çox şəkildə özünü göstərir. Çoxlu sayda gənclərimiz artıq elmə maraq göstərir. Baxmayaraq ki, maddi imkanlar aşağıdır, yuxarıdır, bunun fərqi yoxdur. Əgər istək varsa, istənilən süni maneə olsa belə onun qarşısına heç bir şey ala bilməz. Yəni bir insan ora maraq göstərirsə, o nəyin bahasına olursa olsun, orada özünü doğrultmağa çalışacaq. Bu mənada mən son illərdə institutumuzda da, ölkəmizdə də, müxtəlif sahələrdə mən gənclərimizin elm sahəsində artıq təmsil olunduğunu görə bilirəm. Yəni bu artıq özünü biruzə verir. Təbii ki, maddi imkanlar nə qədər çox yüksək olarsa, Azərbaycan gənclərindən də gözləntilər daha yüksək olar və onlar da belə deyim, əldə etdiyi tədqiqatların nəticələrini dünyanın nüfuzlu mərkəzlərində nəşr etdirə bilərlər, təmsil oluna bilərlər, müxtəlif layihələrdə iştirak edə bilərlər və s. Siz elmin hansı sahəsində müdafiə eləmisiniz və hansı çətinliklərlə üzləşmisiniz? Mən də belə deyim, mənim ixtisas sahəm tarixdir, ümumi tarix. Və tədqiqat işim Cənubi Azərbaycan məsələsi ilə əlaqədar bir mövzudur. Mən də başlayanda təbii ki, normal şəkildə tədrisimə davam etdim və tədqiqatımla əlaqədar Türkiyədə tədqiqatda da iştirak etdim. Təqribən bir 20 günlük müddətdə öz maddi vəsaitim hesabına bu tədqiqatlarda iştirak etmişdim və bu tədqiqatın da nəticələrini ölkəyə qayıtdıqdan sonra üzərində bir neçə il çalışaraq zamanla bu işi mən ortaya qoya bildim. Və hansı maneələrə məsələyə toxundunuz, belə deyim, tədris müddəti tamamilə, yəni tam şəffaf, normal şəkildə keçdi. Yəni bu 3 il müddətdə başa vurdum təhsili. Və o müdafiə mərhələsi, yenə deyirəm, müdafiə mərhələsində bəzən gözləmələr də olur. Təbii ki, müvafiq şuralar bütün sahələrdə olmur. Bu yaxşı olardı ki, bu şuralar hər bir təhsil müəssisəsinin öz daxilində yaradılsın. Bu olmadıqda, məsələn, deyək ki, tarixdən bir namizəd tarix üzrə müdafiəsini ya Tarix İnstitutunda, ya AMİA-nın Naxçıvan bölməsində, yaxud da Bakı Dövlət Universitetində müdafiə edə bilər. Gəlin indi bir baxaq, əgər bir ölkədə yüzlərlə, minlərlə tarix sahəsində tədqiqat aparan, doktorantura pilləsində təhsil alan bir namizədlər varsa, 3 dənə yer ayrılmağı nisbətən azlıq təşkil edə bilər və bu da həmin sahədə, həmin yerlərdə də gözləmələr yaradır. Bəzən bir neçə ay, hətta bir ildən çox, 2 ildə gözləyənlər olubdur növbəni. Və seminar mərhələsində təbii ki, bu rəylərdə bəzən qeyri-obyektiv fikirlər ola bilər. Məsələn, tarix elə bir sahədir ki, bir dəfə bir tədqiqatçı xanım var tanıdığım. Onun mən sözlərini xatırlayıram və hər kəsə də bunu təkrarlayıram. Yəni, çox yerində deyilmiş bir sözdür. Deyir, tarix elə bir sahədir ki, bir fikir olsun, 10 dənə fərqli otaq və 10 dənə fərqli tədqiqatçı, o bir fikirdən 10 dənə fərqli fikir ortaya çıxacaq. Yəni, tarix belə bir sahədir. Orada heç kəsin bir mənalı qəbul etdiyi fikir olmayacaq. Daim mübahisəli bir məsələlər olur. Çünki tarix dəqiq və təbiət elmləri daxilində deyil, humanitar və sosial elmlərdir. Bəzən bir məsələdə yaxın tariximiz olsun, elə mübahisəli bir məsələ ortaya çıxır ki, heç kəs onun doğru və ya yanlış olduğunu müəyyən edə bilməz. Bu mənada hər kəsin özünə məxsus yanaşması olur. Mən də yəni bu müdafiə mərhələsində, xüsusilə seminarda, yəni bunu hiss etdim, qeyri-obyektiv fikirlər və s. Hətta seminar da təkrar həyata keçirilmişdir və təhsil müddəti ilə bərabər müdafiə mərhələm ümumilikdə 3 il zaman aldı. Yəni düşünün, tədrislə müdafiə mərhələsi 3 il zaman alır. Az öncə qeyd etdiyim o süni maneələr, o vaxt itkiləri, sənədlərin aşırı şəkildə çoxluğu. Yaxşı olar ki, bu sahədə də hətta Ailə Səsiya Komissiyası elektronlaşmaya keçid eləsin. Yəni dünyada artıq belə deyim, hətta bəzi ölkələrdə bu tətbiq olunur. Diplomlar belə onlayn şəkildə, elektron şəkildə verilir bu. Yəni biz də belə deyim, bu sahəyə keçid etməklə qabaqcıl dünya ilə ayaqlaşa bilərik. Dünyadan geri qalmaq olmaz. Əgər müvafiq qabaqcıl ölkələrdən geridə qalsaq, biz artıq elm yarışında onların rəqabətinə
çata bilməyəcəyik. Bu mənada yaxşı olar ki, bu sahədə də islahatlar həyata keçirilsin. 80 yaşlı akademiya artıq yeniləşməyə doğru gedir, gəncləşməyə doğru gedir. Yəni istər elektron sahədə, istər müxtəlif elmləri inkişaf elətdirmək, tədqiqat, yeni əsərlərin çap olunması, həmçinin gənclərə yeni mümbit şəraitin yaradılması ilə bağlı. Siz bu imkanlardan necə yararlanırsınız? Qeyd edim ki, əməkdaş olduğum Şərqşünaslıq İnstitutunda gənclərə direktorumuz akademik Cövhər Baxşəliyeva tərəfindən lazımi diqqət və qayğı da göstərilir. Yəni bu mənada son illərdə institutumuzda gənclərin sayının artması bunu əyani şəkildə göstərir. Bizim üçün müvafiq şəraitin yaradılması, tədqiqatlarımıza dəstək göstərilməsi, təbii ki, institut da bunu bəlli bir çərçivədə edir, müəyyən maddi imkanlar çərçivəsində. Əgər bu imkanlar nə qədər çox olarsa, bizim üçün də daha yüksək səviyyədə imkanlar yaradılmış olar. Bu mənada bizim üçün yaradılan imkanlar, müvafiq olaraq dəstək göstərilməsi, əgər belə deyim, institut əməkdaşının müvafiq olaraq təhsil ocaqlarında müəllim kimi çalışması nəzərdə tutulubsa, institut da bunun üçün lazımi şərait yaradır. Yəni bu mənada Azərbaycan gənclərinə, gənc tədqiqatçılara lazımi dəstək və qayğı göstərilmişdir. Yəni mən özüm də bunu öz üzərimdə hiss etmişəm. Bunun nəticəsidir ki, mən bu gün də Şərqşünaslıq İnstitutunda əməkdaş olaraq qalıram və elm sahəsinə öz töhfəmi verməyə çalışıram. Düşünürəm ki, mənim kimi düşünən və öz töhfəsini verməyə çalışan gənclər də tək bizdə deyil, digər müvafiq ali təhsil ocaqlarında, elm tədqiqat mərkəzlərində də kifayət qədər çoxluq təşkil edir. Təbii ki, müəyyən bir zamana ehtiyacımız var. Zamanla yeni nəsil, belə deyim, yaşlı nəslin yerini əvəz edəcək. Bu sahədə öz tədqiqatlarını aparacaq və Azərbaycan elminə öz töhfəsini verəcək. Eyni zamanda Azərbaycan elminin dünya elminə inteqrasiyasını həyata keçirmiş olacaq. Necə fikirləşirsiniz? Bu inteqrasiya çoxalırmı, artırmı, yoxsa elə stabil öz yerində qalıb? Bunu belə deyim, ayrı-ayrı sahələr üzərində danışırıqsa, təbii ki, mən öz təmsil etdiyim sahədən bunu deyə bilərəm. Şərqşünaslıq İnstitutunda az öncə də qeyd etdiyim kimi son illərdə gənc tədqiqatçıların sayı artmışdır və onların artıq nüfuzlu, dünyanın nüfuzlu elm-metrik bazalarında yerləşən mətbu orqanlarda, nəşriyyatlarda məqalələrinin işıq üzü görməsi artıq belə deyim, öz bəhrəsini verməkdədir. Demək ki, bu sahədə biz bir artımı müşahidə edə bilərik. Təbii ki, belə deyim, süni rəqəmləri deyə bilmərik. Yəni bu biraz belə deyim, yəni doğru yanaşma olmazdı. Amma son illərdə əvvəlki belə deyim, son bir 10 illə müqayisə apardıqda, yaxın illərimizdə artıq son bir 3-4 ildə, 5 ildə biz bunu hiss edə bilirik. Yəni deyirəm, Azərbaycan gənclərinin elm sahəsinə maraq göstərməsi, hər şey birinci növbədə maddi imkanlardan asılıdır. Yəni biz bunu etiraf etməliyik. Kapitalizm dövrüdür, hər şey sərmayə qoyuluşundan asılıdır. İstər mədəniyyət olsun, idman olsun, texnologiya olsun, elm sahəsi də belədir. Nə qədər çox sərmayə qoyularsa, onun bəhrəsi daha çox geri qayıtmış olur. Və ora yeni nəslin cəlb olunması da o sahəyə ayrılan maddi imkanlardan asılıdır. Düşünürəm ki, dövlətimiz də bu sahədə müəyyən addımlar atmağa düşünür. Yəni son illərdə aparılan islahatlar elm sahəsini də tədricən əhatə edəcək və bu da Azərbaycan gənclərinin elm sahəsində də say çoxluğu ilə təmsil olunmasına gətirib çıxaracaq. 2 fevral Azərbaycanda Gənclər Günü geniş şəkildə qeyd olunur. Siz gənc alimlərə, ümumiyyətlə Azərbaycan gənclərə nə arzulayırsınız bu gündə? İlk olaraq 2 fevral Gənclər Günü münasibəti ilə həm Azərbaycan gənclərini, həm də ruhu gənc olan və daim özünü gənc hiss edən, bunu öz çalışqanlığı ilə, zəhməti ilə, tədqiqatları ilə göstərən hər bir Azərbaycan gəncini mən təbrik etmək istərdim. Və Azərbaycan gənclərinə sadəcə mən bir şey qeyd etmək istəyirəm. Hər bir dövlət, o dövlət quruculuğu prosesindən sonra müəyyən bir o çətin sınaqlardan keçir. Və biz də bu 90-cı illərdən də bu sınaqdan keçdik və uzaq çıxdıq bu sahədə. Və müharibə meydanında əldə etdiyimiz zəfəri də qeyd edim ki, bu zəfərdə Azərbaycan gənclərinin böyük əməyi, böyük payı var. Və müharibədən sonra biz o zəfəri digər sahələrə, cəmiyyəti irəli aparacaq sahələrə, sənayeyə, mədəniyyətə, incəsənətə və eyni zamanda elmə daşımalıyıq. Əgər biz digər sahələrdə bu zəfərimizi qoruyub saxlamasaq, o zaman müharibədə əldə etdiyimiz artıq zəfər də öz mahiyyətini itirmiş olar. Ona görə Azərbaycan gənclərinə tövsiyəm budur ki, yəni qətiyyən ruhdan düşməsinlər,
sahib olduğu maddi imkanlar daxilində maksimum ölkəmizə, elmimizə töhfə verməyə çalışsınlar və əmin olsunlar ki, dövlətimiz də yəni heç bir şeyi unutmur, yaddan çıxarmır. Zamanla hər bir şey öz yerinə oturacaq və elm sahəsində də istədiyimiz o islahatlar davamlı hal alacaq. Azərbaycan gənclərinə göstərilən qayğı və diqqət daha da yüksək səviyyədə olacaq və bu da bizim dünyada təmsil olunmağımız üçün belə deyim, yetərli olacaq. Bu şəkildə biz də qabaqcıl ölkələrin alimləri ilə rəqabətdə artıq o qayğı və diqqəti özümüzdə hiss edə bilərik. Çox sağ olun. Mən də sizin timsalınızda bütün kollektivimiz adından bütün Azərbaycan gənclərini, gənc alimlərimizi təbrik edirəm və elm həyatında uğurlar arzulayıram. Təşəkkür edirəm.